əzizlərim, sizə bir rəvayət danışmaq istəyirəm. Deməli, Hindistanda bir müdrik bir adamın oğlu olur. Və bunlar münəccimi çağırırlar ki, görək bunun həyatı necə olacaq. Münəccim gəlir və çox bir pis xəbərlə gəlir və deyir ki, bağışla mənə, ancaq sənin evladın çox yaşamayacaq, ömrü çox qısadır. Sən buna həyatın hamısını öyrədə bilməzsən. Ən vacib olan bir şey öyrət. Və çıxır gedir. Bu müdrik adam da fikirləşir, görəsən nəyi öyrədim uşağıma ki, heç olmasa ən vacibini bilə bilsin. Və elə fikirləşir ki, mən bunu minnətdarlığa öyrədim. Şükür eləməyə öyrədim, hörmətə öyrədim. Və başlayır belə bir işlə məşğul olmağa. Zaman gəlir, keçir. Bu münəccim təzədən bu şəhərə gələndə qabağına həmən müdrik adam çıxır. Yanında da bir böyük oğlan çıxır. Deyir, bu sənin oğlundur. Deyir, hə. Deyir, bəs bu yerə ölməliydi axı. Deyir, nə bilim, Allah qoruyub da saxlayıb. Deyir, onda mənim adım sanım var, mən münəcciməm. Onda mən gedim və öyrənim, görüm bu niyə mən düz demədim sənə. Götürür bu oğlanı da gedir özü ilə. Gəlirlər Əzrailin yanına və Əzraildən soruşur ki, Əzrail, necə olur ki, bu uşaq salamat qalıb? Uşaq da Əzraili görəndə düşür bunun əleyhinə, ayağına və deyir, nə yaxşı ki, mənim ən xoşbaxt günümdür. Nə yaxşı ki, mən sizi gördüm, mən sizə minnətdarlıq eləmək istəyirəm, mən sizə şükür eləyirəm ki, sizi gördüm axır ki. Və o da deyir ki, get, ömrün uzun olsun bala. Bu vaxtı münəccim başa düşür ki, bütün bunun hörmət elədiyi insanlara, hamı buna dua eləyib ki, sənin ömrün uzun olsun. Və Allah Taala da onun ömrün uzun eləyib. Yəni ki, düzgün olmuş tərbiyə, düzgün olan şükürlər və minnətdarlıq doğrudan da bizim ömrümüzü artırır və bizi şükürlü insan eləyir. Hamımıza ömrümüzün artmağına dua eləyənlər çox olsun inşallah. Bunu arzu eləyirəm.